Selamun Aleyküm ve Rahmetullah. Sual bundan ibarətdir ki, Ərbəin ziyarətini etmək olarmı? Sualın cavabını verməmişdən öncə Ərbəinin ziyarətinin nə olduğunu bilməyimiz lazımdır ki, sual cavabı daha da aydın olsun. Belə ki, Ərbəin ziyarəti cəlil və hörmətli sahabələrdən olan Hüseyn, Allah ondan razı olsun, radiyallahu anhunun şəhid olunduğu gündən 40 gün sonra bəzi insanların İraqda, Kərbalada onu anmaq məqsədi ilə edilən yürüşə deyilir. Və şək yoxdur ki, bunu edənlər də Hüseyn radiyallahu anh'a ehtiram, salihlərə ehtiram məqsədi ilə və Allah Taala yaxınlaşmaq məqsədi ilə edirlər. Biz niyyətə baxdığımız zaman niyyətin gözəl olduğunu görürük ki, insana salihlərə ehtiram göstərməsi, salih insanlara və Allah Taala ibadət etmək üçün can yandırması, ona yaxınlaşmaq məqsədi ilə ibadət etməsi təbii ki, gözəl bir niyyətdir və hər kəsə vacib olan da budur. Ki, Allah subhanahu wa ta'ala bizi yalnız ona ibadət etmək üçün yaradıb. Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Mənzilləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yalnız mənə ibadət etsinlər deyə. Lakin bir şey də bilmək lazımdır ki, ibadətdə yalnız gözəl niyyət kifayət etmir. Yalnız gözəl niyyət kifayət etmir. Gözəl niyyətlə yanaşı insanın edəcəyi əməlin şəriətə müvafiq olması da labuddur. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Həşr surəsində وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ Allah Rasul sizə nəyi verirsə, onu götürün, yəni o əməl edin. وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا və sizə də nəyi qadağan edirsə, ondan əl çəkin, onu etməyin. Və hədisdə də Allah Rasul sallallahu əleyhi və səlləm buyurur ki, وَمَا أَمَرْتُكُمْ بِهِ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ Sizə nəyi əmr etdimsə, ondan bacardığınızı edin. Sizə nəyi əmr etdimsə deyir. Sizə nəyi əmr etdimsə. وَمَا نَهَاكُمْ عَنْهُ fəntehu sənəyə qadağan etdimsə, ondan da əl çəkin, onu etməyin. Demək, bu ayə və hədislərdən ki, bunun mislində bir neçə hədislər, ayələr var. Quran-ı Kərimdə ayələr və həmçinin səhih sünnə əsərlərdə hədislər varid olmuşdur. Bizə belə bir şey məlum olur ki, izhar olur ki, ibadət bizə Allah və Rasulunun sallallahu əleyhi və səlləm bizə əmr etdiyi şeydir yalnız. Əqillə də götürsən, ağılla da fikirlərsən ki, bir insan havasına uyğun məsələn hansısa bir əməl edir. İstər mübah olsun, istər haram olsun. Məsələn, insan getirir, oğurluq edir. Deyir ki, mən bunu oğurluq edirəm ki, bunu Allah yolunda xərcləyəcəm. Təbii ki, bu insanın bu ibadəti, özünün iddia etdiyi ibadəti batildir. Çünki haramla ibadət olmur. Həmçinin haramla ibadət olmadığı kimi, Allah və Rasulunun sallallahu əleyhi və səlləm buyurmadığı bir əməllə də ibadət etmək insana qadağandır. Çünki ayədən və hədisdən də bizə bəlli oldu ki, bizə yalnız Allahın, Rasulunun sallallahu əleyhi və səlləm bizə öyrətdiyi əməllərlə ibadət etməliyik. Bizə bu əzəmətli qayda məlum olduqdan sonra baxırıq ki, həmənci o Ərbəin ziyarəti bizə Allah Rasulunun sallallahu əleyhi və səlləm buyurduğu bir əməldir yoxsa yox? Cavabın yox olmasını bilmək üçün sadəcə Allah Rasulunun sallallahu əleyhi və səlləmin həyatına baxmağımız kifayət edir ki, onun dövründə də belə çox sevdiyi da əhl-i beytindən və yaxud sahabelərdən bir neçə insanlar şəhid olmuş və yaxud həyatını itirmişdir və Allah Rasulü sallallahu əleyhi və səlləm heç zaman belə bir şey etməmişdir. Və ondan da öncə dəyərli, Allaha ən sevimli olan bəşəriyyətdən peyğəmbərlər üçün belə bir əməl etməmişdir Allah Rasulü sallallahu əleyhi və səlləm. Ki ondan öncə də bir neçə peyğəmbərlər şəhid edilmiş və yaxud vəfat etmişdir və Allah Rasulü sallallahu əleyhi və səlləm bizə o salihlərə hörmət baxımından və Allaha yaxınlaşmaq baxımından bizə belə bir əməl etməyi əmr etməmişdir. Bu Ərbəin ziyarətinin düzgün olmadığını bizə bəyan edən birinci cəhətidir, birinci tərəfidir ki, əslən belə bir əməli Allah Rasulü sallallahu əleyhi və səlləm bizə əmr etməmişdir. Əgər insan bir ziyarət etmək istəyirsə, ölümü xatırlamaq məqsədi ilə qəlbinin yumuşalması üçün istər öz qohumları olsun, istər başqa bir şəxs gedib qəbirləri ziyarət edə bilər. Bunda heç bir qadağa yoxdur. Orada şəriətə müxalif olan bir şeylər etməmək şərti ilə qəbirləri ziyarət etməkdə heç bir problem yoxdur kişilər üçün. Yürüşə gəldikdə isə insan hər 5 vaxt namaz məsciddə qalmağı əmr olunub. Əgər azan səsini eşidirsə və eşitmirsə müstəhəbdir ki, piyada getməsində hər addımına görə bir savab yazılır, digər addımı ilə onun bir günahı silinir və bir dərəcəsi qalxır. Salihlərə təzimə gəldikdə isə ən gözəl təzim nədir? Onlara iqtida etməkdir. Yəni onların getdiyi yolla, onların Allah subhanahu wa ta'ala gecə gündüz necə gözəl şəkildə ibadət etdikləri kimi ibadət edib onlara bənzəməkdir. Buna dair ən gözəl misalı Ənam surəsində gələn ayəni misal çəkə bilərik. Siz təsəvvür edin ki, Allah subhanahu wa ta'ala Ənam surəsində təqribən 17 və 18 peyğəmbərin adını seçdikdən sonra Allah Rasuluna sallallahu əleyhi və səlləm belə bir əmr buyurur.
Bu da En'am surəsinin 90-cı ayəsində keçir. Allah Subhanahu taala buyurur ki: "Ulaikellezine hedallah febihudahu muqtadi." Onlar məhz Allahın doğru yola yönəltdiyi kəslərdir və sən də onların yoluna tabe ol. Demək, onlar üçün arabaya yürüyüşünə çıx yox, neynə onların yoluna tabe ol. Və bizə də vacib olan həmənki salih insanların, istəyir peyğəmbərlər olsun, istəyir əhl-beyt, sahabələr olsun və yaxud başqa salih insanlar olsun, onlara təzim nədir? Onların yolu ilə getmək, onlara tabe olmaqdır. Necə ki Allah Subhanahu və Teala Quran Əl-İmran surəsində buyurur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." De, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun. Yəni Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir ki, ey insanlar, insanlara de ki, ey peyğəmbər, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. Məyər ey gözəl insan, sən Allahın sevgisini axtarmırsanmı? Allah Subhanahu taalanın sevgisi Peyğəmbər sallallahu əleyhi və səlləmə tabe olmaq və həmçinin ona gözəl şəkildə tabe olan əhl-beytə və digər salihlərə nədir? Tabe olmaqdır, yoxsa onları öz əqlimizə uyğun təzim etmə şəkli deyil. İkinci cəhətdən isə orada baş verən müxalifçilik, Allah Subhanahu və Taala'nın dininə müxalif olan şeyləri nəzərə alsaq, daha böyük müsibət oradadır. Ki, orada Allahdan qeyrisini çağıran kim, şəfaət istəyən kim və bizə məlumdur ki, dua etmək ibadətdir. Və biz də hər gün namazımızda Fatihə surəsində keçdiyi kimi deyirik ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız ey Rəbbimiz sənə ibadət edirik və yalnız səndən yardım diləyirik. Lakin oradakı insanlar bir çoxu desək, neyirlər? Allahdan qeyrisini, kimsə imamı, kimsə salihi çağırıb dua edirlər. Yardım diləyir və yaxud da ki, öz həccətini, ehtiyacını ödəməsini istəyir. Və bunlar da nədir? Allah Subhanahu Teala qoşulan şirkə daxil deyir. Ki, bu da ən böyük günahlardandır. Əksinə, ən böyük günahdır. Necə ki, Nisa surəsində 2 yerdə keçir ki, İnnəllaha la yəğfiru en yüşraka bih. Allah özünə qoşulan şirki əsla bağışlamaz. Və yəğfiru mə dunə zəlikə limen yəşə. Bundan aşağı olan günahlar isə istədiyinə bağışlayar. Yəni, əgər tövbəsiz ölərsən. Ki, axirət günü əsla bağışlanmaz. Və bizim bütün müsəlman ümmətinin üzərinə vacib olan nədir? Allah Subhanahu Teala ibadət etmək istəyən şəxs Allahın kitabına və Rasulunun sallallahu əleyhi və səlləmin hədislərinə, səhih hədislərinə qayıtmalı. Belə ki, onların arasında heç bir müxalifçilik yoxdur. Sünnə Quranı dəstəkləyir, gücləndirir, onu açıqlayır, bəyan edir. Və Allah Subhanahu Taala'dan istəyirəm ki, hər bir hidayət yolu istəyən şəxsi doğru yola yönətsin və onun qəlbini iman nuru ilə doldursun. Elhamdülillahi Rabbil alemin.